Salam, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Bugün sizlərə inşallah Allahın izni ilə Qəmər surəsinin növbəti bir hissəsinin oxunma qaydasını öyrədəcəm. Başlayaq. Bismillahirrahmanirrahim. Fə hərfidir. Fə, bu kəf hərfi. Kə, yə hərfinin üzərində cəzm var və fə hərfi. Fə, key, fə. Kəf hərfində bir əlif miqdarı, hərfi məd var, bir əlif miqdarı uzadırıq. Kənə. Ayn hərfidir. Bu isə pəltək zəl hərfidir və burada hərfi məd var. Həmçinin bə hərfində də hərfi məd var. Hər ikisinin bir əlif miqdarı uzadırıq. Azəbi. Vav hərfidir və nun hərfi. Nu, pəltək zəl hərfi və ra hərfini r kimi, cəzimli r kimi tələffüz edirik. Və nuzur. Fəkeyfə kənə azəbi və nuzur. Vav hərfidir və bu ləm hərfi. Lə, qaf hərfi və dəl hərfinin üzərində cəzm var. Qalqalə hərfidir. Vurğulu tələffüz edirik. Və ləqad. Yə hərfidir. Yə, sin hərfinin üzərində şəddə var. Yəssə, ra hərfinin üzərində cəzm var. Yəssər, nun hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadır. Və burada gördüyünüz kimi ləm hərfinin üzərində cəzm var. Birləşdirərək oxuyuruq. Yəssərnəl. Qaf hərfidir. Qu. Ra hərfinin üzərində cəzm var. Qur. Və əlifin üzərində isə məd işarəsi var. Bir əlif miqdarı uzadır. Qur'anə. Yəssərnəl Qur'anə. Dəm hərfidir. Li. Və bu isə pəltək zəl hərfidir. Üzərində şəddə var. Lizzi. Kəf hərfinin üzərində cəzm var. Lizzikri. Ra hərfi. Fə hərfidir. Fə. Hə hərfi. Fə. Hə. Ləm hərfinin üzərində cəzm var. Fə. Həl. Mim hərfidir. Mi. Nun hərfinin üzərində cəzm var. Sonra mim hərfi gəlib. İdğam-ı mə'qunə qaydasına görə mim hərfini burnumuzda tələffüz edirik. Bir əlif miqdarı uzadırıq. Mim və mim hərfini isə şəddəli tələffüz edirik. Min, mü. Dəl hərfində həmçinin şəddə var. Müddə. Kəf hərfidir ki. Ra hərfini r kimi tələffüz edirik. Müddəkir. İndi bir də oxuyaq. Və ləqad yəssərnəl Qur'anə lizzikri fəhəl min müddəkir. Kəf hərfidir. Kə. Burada pəltək zəl hərfidir. Üzərində şəddə var. Kəzzə. Bə hərfi. Bə və tə hərfinin üzərində cəzm var. Kəzzəbət. Bu isə pəltək sə hərfidir. Sə. Mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Səmudu. Bu dəl hərfidir. Bə hərfi. Bi. Nun hərfinin üzərində şəddə var. Binnu. Bu pəltək zəl hərfidir. Zu. Ra hərfini cəzimli r kimi tələffüz edirik. Binnuzur. Kəzzəbət səmudu binnuzur. Fə hərfidir. Fə. Qaf hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Ləm hərfində hərfi məd var. Sonra əlif gəlib. Ona görə burada mədd-i munfasıl qaydasıdır. Ləm hərfini 4 əlif miqdarı uzadırıq. Fəqalu. Əlifdir. Ə. Bu isə bə hərfi. Bə. Şin hərfi. Şə. Əbəşa. Ra hərfinin üzərində tənvin var. Əbəşəran. Sonra mim hərfi gəlib. İdğam-ı mə'qunə qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq və mim hərfini şəddəli tələffüz edirik. Əbəşərami. Nun hərfində şəddə var, həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Minnə. Vav hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və ha hərfidir. Və hi. Dəl hərfinin üzərində tənvin var. Sonra nun hərfi gəlib. İdğam-ı mə'qunə qaydasına görə tənvindəki nun hərfini
burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq və nun hərfini isə şəddəli tələffüz edirik. Vahidannə tə hərfidir. Üzərində şəddə var. Nəttə bu bə hərfidir. Bi ayn hərfi. O bu hə zamiridir. Və hə zamirini özündən əvvəlki hərfin üzərində cəzm və yaxud da ki hərfi məd olmadığına görə bir əlif miqdarı uzatmalıyıq və sonra əlif gəldiyinə görə burada yenə mədd-i munfasıl qaydasıdır. Hə zamiri 4 əlif miqdarı uzadırıq. Nəttəbi'uhu əlifdir. İ. Nun hərfində şəddə var. Həmçinin hərfi məd var. Sonra yenə əlif gəlib. Nun hərfini 4 əlif miqdarı uzadırıq. Mədd-i munfasıl qaydasıdır. İnnə əlifdir. İ. Bu pəltək zəl hərfi. Üzərində tənvin var. Sonra ləm hərfi gəlib. İdğam-ı bila qunnə qaydasına görə tənvindəki nun hərfini tələffüz etmirik və ləm hərfini isə şəddəli tələffüz edirik. İzəllə. İzəllə. Fə hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadırıq. İzəlləfi. Dad hərfidir. Qalın. Da. Bu ləm əlifdir. Dalə. Bir əlif miqdarı uzadırıq. Sonra ləm hərfində əsrəli tənvin gəlib və sonra isə vav hərfi gəlib. İdğam-ı məğbunə qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq və vav hərfini isə şəddəli tələffüz edirik. Daləlim və bu sin hərfidir. Su, ayn hərfi, o, ra hərfini yenə cəzimli r kimi tələffüz edirik. Və su'ur. İndi bir də oxuyaq. Fəqalu əbəşəran minnə vahidən nəttəbi'uhu innə izəlləfi dalalim və su'ur. Burada vəqf ila gəlib. Unutdum söyləməyi. Əgər vəqf ila gəlibsə, fikir tamamlamayıb oxumağa davam etməliyik. Əgər nəfəsimiz çatmazsa, durarıqsa, yenidən oxumağa, burada dururuqsa, təkrar bir də oxuyaraq davam edirik. İndi bunu keçək növbəti ayətə. Əlifdir. Ə, bu həmzədir daha doğrusu. Bu isə əlif. Ə, u, ləm hərfinin üzərində cəzm var. Əul, bu qaf hərfidir. Qıy, yə hərfinin üzərində, bu isə yə hərfidir. Əul, qıyyə. Oxunmayan əlif və ləm hərfləri, bu isə pəltək zəl hərfidir. Üzərində şəddə var. Əul, qıyyə, zi. Kəf hərfidir. Üzərində cəzm var. Zik, bu isə ra hərfidir. Ru. Əul, qıyyə, zik, ru. Ayn hərfi, a, ləm hərfi, lə, yə hərfinin üzərində cəzm var. Sonra hə zamiri gəlib, özündən əvvəl cəzm gəldiyinə görə qısa şəkildə oxuyuruq. Aleyhi. Mim hərfidir. Mi, nun hərfinin üzərində cəzm var. Sonra bə hərfi gəlib, iqlab qaydasına görə nun hərfini mim hərfi kimi tələffüz edirik. Mim, bu bə hərfi, bə, yə hərfinin üzərində cəzm var. Bey, nun hərfi, ni, nun hərfində hərfi məd var, bir əlif miqdarı uzadırıq. Beyninə. Bə hərfidir, bə, ləm hərfinin üzərində cəzm var. Bəl, bu hə hərfidir, hu, bu isə vav, hu və. Kəf hərfi, kə, bu pəltək zəl hərfi, üzərində şəddə var və burada hərfi məd var, bir əlif miqdarı uzadırıq. Kəzzə. Bə hərfidir. Üzərində tənvin var. Sonra əlif gəlib. Olduğu kimi oxuyuruq. İzhar qaydası. Kəzzəbun. Əlifdir. Ə. Şin hərfi. Şi. Ra hərfini cəzimli r kimi tələffüz edirik. Əşir. İndi bir də oxuyaq. Əulqiyə zikru aleyhim
min beynina bel huve kezzabun aşir. Sin harfidir sə. Bu ya harfi. Sə, ya. Ayn harfinin üzərində cəzm var. Sə, ya. Ləm harfi. Lə. Mim harfində harfi məd var. Bir əlif miqdarı uzadırıq. Sə, ya'ləmunə. Qayn harfidir. Qa. Dəl harfinin üzərində tənvin gəlib, sonra mim hərfi gəlib. İdğam-ı mə'al-qunnə qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edirik. Bir əlif miqdarı uzadırıq. Mim hərfini isə şəddəli tələffüz edirik. Qadan mə, nun hərfi ni. Ləm hərfinin üzərində cəzm var. Mənil. Bu kəf hərfidir. Kə. Pəltək zəl hərfidir. Üzərində şəddə var və hərfi məd var. Bir əlif miqdarı uzadırıq, şəddəli tələffüz edirik. Kəzzəbu. Ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsində üstün hərəkəsi gəlib, ə kimi tələffüz olunur. Kəzzəbul. Ə. Şin hərfi şi. Ra hərfini yenə r kimi cəzmli tələffüz edirik. Əşir. İndi bir də oxuyaq. Səyə'ləmunə qadən mənil kəzzəbul əşir. Əlifdir. İ. Nun hərfinin üzərində şəddə var. Həmçinin bir əlif miqdarı uzadırıq. Hərfi məd var. İnnə. Mim hərfidir. Mü. Ra hərfinin üzərində cəzm var. Mür. Sin hərfidir. Si. Bu ləm hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Mürsilu. Oxunmayan əlif və ləm hərfləri. Nun hərfinin üzərində şəddə var və hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Mürsilunə. Qaf hərfidir. Qa. Bu yuvarlaq tə hərfi. Ti. Nəqati. Fə hərfidir. Fi. Tə hərfinin üzərində cəzm var. Fit. Nun hərfi nə. Bu yenə yuvarlaq tə hərfi. Üzərində tənvin gəlib, sonra ləm hərfi gəlib. İdğam-ı bilə-qunnə qaydasına görə tənvindəki nun hərfini tələffüz etmirik. Ləm hərfini isə şəddəli tələffüz edirik. Fitnətəllə. Hə hərfidir. Hu. Mim hərfini cəzmli, üzərində cəzm var. M kimi tələffüz edirik. Ləhum. Fitnətəlləhum. Fə hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fə. Ra hərfinin üzərində cəzm var. Fər. Tə hərfidir. Tə. Qaf hərfi qi. Bə hərfinin üzərində cəzm var. Qalqalə edərək oxuyuruq. Fərtəqib. Bu hə hərfidir. Hu. Mim hərfinin üzərində cəzm var. Fərtəqibhum. Vav hərfidir. Və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və sad hərfinin üzərində cəzm var. Vəs. Bu qalın ta hərfidir. Ta. Bə hərfidir. Bi. Ra hərfinin üzərində cəzm var. Cəzmli tələffüz edirik. Vəstəbir. Vəstəbir. İnnə mürsilun nəqati fitnətəlləhum fərtəqibhum vəstəbir. Vav hərfidir və, nun hərfi nə, bə hərfində şəddə var və nəbbi. Həmzənin üzərində cəzm var, tutub saxlayırıq və nəbbi, hə hərfidir hü və mim hərfinin üzərində cəzm var və nəbbi hum. Əlifdir ə, nun hərfində şəddə var, ənnə, ləm hərfinin üzərində cəzm var, birləşdirərək oxuyuruq. Ənnəl. Mim hərfində hərfi məd var, sonra həmzə gəlib, məddi muttasıl qaydasıdır. Mim hərfini 4 əlif miqdarı uzadırıq. Mə-ə, qaf hərfidir. Qi, sin hərfinin üzərində cəzm var. Qis, mim hərfi mə, yuvarlaq tə hərfidir, üzərində tənvin var. Sonra bə hərfi gəlib, iqlab qaydasıdır. Tənvindəki nun hərfini mim hərfi kimi tələffüz edirik. Qismətum. Bə hərfidir bə, yə hərfinin üzərində cəzm var. Bey, nun hərfidir nə, hə hərfidir hu və mim hərfinin üzərində cəzm var. Beynəhum. Burada vəqf caiz gəlib, əgər nəfəsimiz çatmazsa, burada dururuq. Nəfəsimiz çatarsa,
oxumağa davam edərik. Kəf hərfidir ku. Ləm hərfinin üzərində şəddə var. Kullu. Şin hərfidir şi. Ra hərfinin üzərində cəzm var. Şir. Və bə hərfində burada tənvin gəlib əsrəli. Sonra mim hərfi gəlib. İdğam-ı meal-qunnə qaydasına görə tənvindəki nun hərfi bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. Mim hərfini isə şəddəli tələffüz edirik. Şirbin mu. Ha hərfidir. Üzərində cəzm var. Mu. Tə hərfidir. Tə. Bu qalın dad hərfidir. Da. Ra hərfini isə cəzmli r kimi tələffüz edirik. Muhtədar. İndi bir də oxuyaq. Və nəbbihum ənəl məə qismətun beynəhum kullu şirbin muhtədar. Fə hərfidir. Fə. Nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fənə. Dəl hərfidir. Fənədə. Vav hərfinin üzərində cəzm var. Fənədəv. Sad hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Sa. Ha hərfidir. Hi. Bu bə hərfi. Bə. Hə hərfi hu. Mim hərfinin üzərində cəzm var. Sahibəhum. Fə hərfidir. Fə. Bu tə hərfi. Tə. Ayn hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Həmçinin qalın ta hərfidir. Burada hərfi məd var. Hər ikisinin bir əlif miqdarı uzadırıq. Fətəata. Fə hərfidir. Fə. Bu ayn hərfi. A. Fə'a. Qaf hərfi. Qa. Ra hərfini isə yenə cəzmli r kimi tələffüz edirik. Fə'aqar. İndi bir də oxuyaq. Fənədəv sahibəhum fətəata fə'aqar. Fə hərfidir. Fə. Bu kəf hərfi. Kə. Ya hərfinin üzərində cəzm var. Fəkeyfə. Fəkeyfə. Kəf hərfidir. Bir əlif miqdarı uzadırıq. Hərfi məd var. Kənə. Fəkeyfə kənə. Ayn hərfidir. Bu bəltək zəl hərfi və burada hərfi məd var. Bə hərfində həmçinin hərfi məd var. Hər ikisini bir əlif miqdarı uzadırıq. Azəbi. Vav hərfi. Və. Bu nun hərfidir. Nu. Bəltək zəl hərfi. Zu. Bu isə ra hərfi və r kimi tələffüz olunur. Və nuzur. İndi bir də oxuyaq. Fəkeyfə kənə azəbi və nuzur. Bu qədər. Sağ olun. Allah'a əmanət olun.